İlk olaraq datasetin ümumi görünüşünə nəzər salaq. Gördüyünüz kimi sütunlarda müəyyən problemlər mövcuddur. Sütun başlıqlarının adı log ID, location, time, age group və s. olmalı idi. Lakin burada başlıq olaraq column 1, column 2, column 3 və s. yazılıb. Həmçinin ilk sətirdə də column 1, column 2, column 3 və s. olduğunu görürsünüz. İstənilən bir sətrin üzərinə biz klik etdikdə aşağıda həmin sətrin bütün sütunlarda olan dəyərlərini görə biləcəksiniz. Mənim sadaladığım problemləri həll etmək üçün müxtəlif seçimlərim var. Məsələn, ilk olaraq Home tabında Remove Rows, Remove Top Rows ardıcıllığını seçirəm. Sonra bu xanaya biz bir yazsaq, ok klik etdikdə ilk sətri silmiş oldu. Həmçinin cədvəl işarəsi üzərində klik etdikdə də qarşımıza bu əməliyyatlarla bağlı olan bir pəncərə çıxmış olur. Oradan Remove Top Rows deyərək eyni əməliyyatı təkrarlaya bilərik. Biz bu əməliyyat üçün Remove Top Rows seçdik. Lakin Remove Bottom Rows, Remove Alternate Rows və digər əməliyyatlar da burada var. Remove Bottom Rows deyərək biz datasetin sonundakı sətirləri də silə bilərik. Remove Alternate Rows seçənəyində nəzər salaq. İlk xanada bizdən hansı sətri silməli olduğunu soruşur. Məsələn, burada mən birinci sətri qeyd edirəm. Sonra isə digər xanaya neçə sətri silməli olduğunu bildiririk. Məsəl üçün, mən 3 yazıram. Ən sonda isə neçə sətri saxlayacağını biz yazırıq. Məsələn, 5 sətri yazaq. Ok, klik edirəm. Gördüyünüz kimi, birinci sətirdən 3-cü sətrə qədər olan hissəni sildi. Sonra isə 5 sətr saxladı və yenidən eyni qaydada datasetin sonuna qədər davam etmiş oldu. Hal-hazırda Apply Steps, yəni uygulanan, tətbiq edilən addımlar hissəsində mən X klik edirəm və əvvəlki görünüşə qayıtmış oluram. Keep Rows'dan istifadə edərək datasetin müəyyən sətirlərini saxlaya bilirik. Məsəl üçün, Keep Top Rows desək, burada qarşımıza bir xana çıxır. O xanaya 10 yazıram, ok klik edirəm və datasetin ilk 10 sətrini qarşımıza çıxarmış oldu. Həmçinin burada yenidən əməliyyatı geri qaytarıram. Keep Rows hissəsində Keep Bottom Rows desək, datasetin sonundakı sətirləri də saxlaya bilərik. Keep Range of Rows əməliyyatı bir qədər fərqli iş görür. Məsələn, ilk xanaya biz 1 yazaq və sonrakına 5 yazaq. Ok klik edək. Gördüyünüz kimi, həmin aralıqdakı, yəni 1-dən 5-ə qədər olan sətirləri saxlanmış oldu. Sətirlərin saxlanması və silinməsi ilə bağlı əsas anlayışlar bunlardır. Sütun başlığı ilə bağlı problem hələ də qalmaqdadır. Onu həll etmək üçün Use First Row as Headers hissəsindən istifadə edə bilərik. Onu klik etdikdə gördüyünüz kimi ilk sətir sütun başlığına çevrildi. Bir sorğumuz üzərində müəyyən təmizlik iş yapardıq. İndi ikinci sorğuya nəzər salaq. Daxil olaram ikinci sorğuya. Burada da eyni problemlə qarşılaşırıq. İlk sətri burada Transform tabından istifadə edərək, burada Use First Row as Headers desək, ilk sətir sütun başlığı olaraq qarşımıza çıxacaq. Üçüncü sorğuya daxil olaq və gördüyünüz kimi burada da eyni problemlə qarşılaşırıq. Bunu isə biz soldakı cədvəl işarəsində klik edib, buradan Use First Row as Headers deyirik və ilk sətir sütun başlığı olaraq qarşımıza çıxmış oldu. Gördüyünüz kimi, indi eyni xüsusiyyəti 3 fərqli sahədə istifadə etmiş olduq. Əgər bu əməliyyatı geri qaytarmaq istəsək, Apply Steps sitəsindən və ya Use Headers Home tabına daxil oluram. Use Headers as First Row deyərək onu geri qaytara bilərik. Məsəl üçün, birinci sorğuda mən onu göstərim. Use Headers as First Row desək, sütun başlığını ilk sətir olaraq qarşımıza çıxardı. Sətirlərlə bağlı əməliyyatlara müəyyən qədər toxunmuş olduq. Növbəti dərslərdə görüşənədək.